اللهم صل على محمد و آل محمد. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله طيبين طاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تعالى في كتاب الكريم: بسم الله الرحمن الرحيم. وإذ ابتلى إبراهيم ربه بكلمات فأتمهن قال إني جاعلك للناس إماما. Sadaqallahul aliyyul azim. Aziz müminler, bildiğimiz kimi bu günleri Zilhicce ayının 10'u Kurban Bayramıdır. Allah Teala bugünkü günü bütün Müslümanlara mübarek eləsin. Allah kəsilən qurbanları, edilən itaət, ibadətlərimizi qəbul eləsin. Allah Teala hər bir kəsə nəsib eləsin inşallah, minada öz qurbanını kəssin. Bugün dua günüdür. Bu günləri insanın Allaha yaxınlaşdığı gündür. Allahdan dua eləyək, Allahdan istəyək, Allah günlərimizi xeyirli eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah dövlətimizi, millətimizi, bayrağımızı, ordumuzu həmişə uca eləsin inşallah. Və məlumdur, bu günlər həcdə gedən ana bacılarımız, qardaşlarımız həc ziyarətindədirlər. Bu günləri orada öz qurbanlarını kəsiblər. Allahdan istəyək, Allah sağ-salamatlıq eləsin inşallah, öz vətənlərinə, diyarlarına qayıtsınlar. Məlumdur, Zilhiccə ayı gözəl bir aylardan biridir, haram aylardan biridir. Allah Teala Quran-ı Kərimdə 12 aydan söhbət açır, onlardan da biri 4'ü haram aydır və o 4 dənələrdən biri də Zilhiccə ayıdır. Zilhiccə ayının öz əməlləri vardır və Zilhiccə ayının 9'u Ərəfat günüdür, Ərəfə günü. Ərəfə günü o gündür ki, insan Ərəfat çölündə ibadət itaətlərini eləyir, vüquf eləyir və Allahdan öz hacətlərini istəyir, öz bağışlanmasını istəyir və hətta hədislərdə də varımızdır ki, Adəm Peyğəmbərlə Havva anamızın o Ərəfat çölündə bir-birlərinə yetişməsi və tövbələrinin qəbul olunması, Allahdan rəhm olunması bu Ərəfat çölündə olub. Və orada günorta azanından Şam azanına qədər orada qalırsan və Şam namazından sonra Müzdəlifəyə gedirsən, orada da daş yığırsan ki, şeytanlara daş atmaq üçün və sübh namazından gün çıxana qədər Müzdəlifədə qalıb və Minaya hərəkət edirsən. Və bu günləri də Minada hər bir həci öz qurbanını kəsib və Allaha yaxınlaşıb. Bu hadisə, qurban məsələsi, yəni mənası bundan ibarətdir ki, qurban sözünün mənası Allaha yaxınlaşmaq. Allaha yaxınlaşmaq və Allahın razı niyazını əldə eləmək deməkdir. Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan sayılır. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Lən yanalullah luhumuha və la dimauha velakin yanaluhu təqva minkum." Buyurur ki, sizin ki orada kəsdiyiniz qurbanların nə əti, nə qanı, yəni mənə lazım deyil. Sizlərdən mənə çatmaz. Buyurur ki, ona yalnız, Allaha yalnız insanın yalnız təqvası çatar. Yəni Allah Teala burada bizə bunu demək istəyir ki, insan qurban kəsməklə Allaha yaxınlaşır, öz təqvasını çoxaldır. Allahın rizayətini qazanır. Allah Teala Hazreti Peyğəmbər salavatullah buyurur ki, "Fəsalli li rabbika vanhar." Pəs namaz qıl
və qurban kəs. O ki, Peyğəmbərə tənə vurdular, sən sonsuzsan. Allah Teala buyurur ki, yəni məyus olma, sənə ki, tənə vuranlar özləri sonsuz olacaqlar, əbtər olacaqlar, sən namaz qıl və qurban kəs. Baxanda bu ayədə Allah Teala iki dənə ibadəti bir-birinə yan gətirib. Yəni qurban, namaz qıl və qurban kəs. Qurban da kəsmək də özü bir ibadətdir və namaz da hər ikisi insanı Allaha yaxınlaşdırır. Yəni belə bir ibadətdir. Bu qurbanın olması aya görəsən nə vaxt olub? Bu namazdır, Allahın ibadət itaətləridir. Bunlar ta Adəmdən ta bugünkü günə qədər hər bir zamanda namaz da olub, oruc da olub, zəkat da olub, xumus da olub və qurban bayramı da olub, qurbanlıq da olub. Allah Teala Ramazan ayından söhbət açanda buyurur ki, Bəqərə surəsində Kutubə aleykum siyam. Sizdən deyir ki, sizə ki vacib oldu Ramazan ayı, sizdən əvvəlkilərə də vacib olub. İndi nə cür nə vacib olub, nə cür nə oruç tutublar, o Allah yanında, onunla işimiz yox. Amma bu qurban bayramı, qurban kəsim məsələsi də Allah Teala Quran-ı Kərimdə buyurur ki, Adəm Peyğəmbərin zamanından da olub belə bir şey. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Vətlu aleyhim nəbə'ə bəni Adəmə bil-haqq. Buyurur, bizə deyir ki, Adəm övladlarının əhvalatını yadva sal. Nədir o əhvalat? Buyurur, İz qarrəbə qurbanən. Buyurur ki, o zaman ki, ikisi də qurban vermiş və tuqabbilə minəl əhədihima və ləm yutəqabbəl. Ki, onlardan birinin qurbanı qəbul oldu, digərinin isə qurbanı qəbul olmadı. Baxın, Adəm Peyğəmbərin zamanında da insanlar öz qurbanlıq barəsində, yəni burada Allah Teala bu ayədə buyurur ki, və ki, Adəmin övladları ki, birinin qurbanı qəbul olmadı, o bursa buyurdu ki, hökmən mən səni öldürəcəyəm. Və buyurur ki, qalə ləəbq tulənnəkə, səni öldürəcəm. Qalə innəmə yətəqəbbəllu minəl muttəqin. Buyurur ki, Allah qurbanı təqva əhlindən qəbul edir. Yəni, qurbanlıq insana nə verir? İnsanın təqvasını artırır. Və bir də bu qurbanlıq məsələsi hamımıza məlumdur ki, İbrahim Peyğəmbərin oğlu İsmaili Allah yolunda qurban kəsməsinə məsələsidir. Həzrəti Peyğəmbər salavatullah hicrətin 2-ci ilində qurban bayramının namazını qılıb. Allah Teala bu hadisəni Quranda bizə məlumat verir. Buyurur ki, Bismillahirrahmanirrahim, Rabbi həbli minəs salihin. O zaman ki, İbrahim Peyğəmbər buyurur ki, ilahi mənə bir dənə salih övlad əta elə. Allah Teala da İbrahim Peyğəmbərə fəbəşşərnəhu biğulamin həlim və ona bir oğlan uşağı, övladı ilə onu bəşarət verdi. Yəni ona bir övlad verdi. Və indi o uşağın nə yaşda olmasını buyurur. Buyurur ki, fələmmə bələğə mə'əhu sə'a. O uşaq, yəni İsmail Peyğəmbər elə bir yaşda idi ki, səy eləyirdi, qaçırdı o tərəfə, bu tərəfə. Alimlər buyururlar ki, 13 sinində idi, 13 yaşında idi təqribən. Uşağın o yaşda olması. Və İbrahim Peyğəmbər buyurur ki, qalə ya bünəyyə inni ərə fil mənami ənni əzbəhukə. Buyurur ki, ey mənim oğlum, pəs yuxuda görmüşəm ki, səni qurban kəsirəm. Baxın, burada bir ata ilə övladın bir-birinə qarşı olan münasibətini də bizə bir mesaj verir. İbrahim Peyğəmbər gör nə cür nə formada oğluna deyir ki, ey oğul, yuxuda görmüşəm ki, səni mən qurban kəsirəm. Bu yuxuda görməsi, bu biraz haşiyə çıxıb budur ki, İbrahim Peyğəmbər belə bir niyyət eləmişdi ki, bir oğlum olsun, Allah yolunda
qurban kəsəcəm, Allah da onu verdi. Və Allah Teala da buna İbrahim Peyğəmbərə yuxuda bəyan edir ki, sən öz əhdivə gərək vəfa eləyəsən. İndi sonra buyurur ki, fənzur maza tərə. Oğluna buyurur. Buyurur ki, bax göründə nə inirsən, nə fikirləşirsən. İbrahim Peyğəmbər oğluna deyir. Oğlun atasına olan cavabı buyurur ki, qalə ya əbəti, ey mənim atam, if'əl ma tu'məru, sənə ki, nə əmr olunub, onu yerinə yetir. Sənə ki, Allah nəyi əmr eləyib, onu yerinə yetir. Övladın ataya olan cavabı. Buyurur ki, sətəcədimuni maşallah minəs sabirin. İnşallah deyir, məni səbr edənlərdən görəcəksin. Və sonra ardıca buyurur ki, fələmmə əsləmə və tulləhu licəbin. Buyurur ki, hər ikisi, ata da, övlad da, hər ikisi bu Allahın əmrinə tabi oldular və buyurur ki, onu üzü üstə yerə yıxdığı zaman İbrahim Peyğəmbər İsmaili gətirir o Mina dağına. Burada ayədə lilcəbin sözünün mənası budur ki, yəni İsmaili üzü üstə torpağa yıxdığı zamana deyərlər. Orada bir neçə məsələlər baş verir. Şeytan vəsvəsə eləyir, bunu eşidibsiniz, bilirsiniz, oxuyubsiniz. Şeytan vəsvəsə eləyir, buyurur ki, ay İsmail, bilirsən atom səni hara aparır, deyir sənin başını kəsməyə, bu cür vəsvəsələr eləyir. İbrahim Peyğəmbər ona daş atır, 7 dəfə daş atır və Minada ki, qurbanı kəsməkdən qabaq da o Müzdələfədə ki, daş yığırsan, gəlirsən böyük şeytanı 7 dənə daşlayırsan, sonra gəlir qurbanını kəsirsən. Bu, İbrahim Peyğəmbərin elədiyi bir əməldir ki, Allah da onu bizə nə eləyib? Vacib eləyib. Bu həcə gedənlər orada onu yerinə yetirir. Və xülasə, o ki, istəyir İbrahim Peyğəmbər oğlu İsmailin başını kəssin, Allah Teala'dan nida gəlir və nədəynəhu ən ya İbrahim. Biz onu deyir, çağırdıq, dedik, ey İbrahim, qəd səddəqət röya, artıq sən yuxuna əməl etdin, təsdiq etdin. İbrahim Peyğəmbər yazırlar, buyururlar ki, elə ki, bıçağı dayır İsmailin boğazına, nə qədər sürtür, kəsmir. Və hətta biraz əsabani kimi bu cür olur, yazırlar ki, bəs bıçaqdan belə bir nida gəlir ki, deyirsən mənə kəs, amma mənim Allahın bu cürünə Rəbbim varlığım deyir ki, kəsmə. Və Allah tərəfindən bir qoyun göndərilir, İbrahim Peyğəmbər İsmailin əvəzinə onu kəsir. Və buyurur ki, və fədəynəhu bizibhin əzim, biz onun əvəzinə böyük bir qurbanlıq fidyə verdik. Yəni, qoyundan böyük bir, əzəmətli bir qurban olmayıb. Əgər olsaydı, Allah onu İbrahim Peyğəmbərə verərdi. Və sonra buyurur ki, və tərəknə aleyhi fil axirin, sonradan olanlar da, yəni bugünkü günə qədər, İbrahim Peyğəmbərdən bugünkü günə qədər, nə qədər ki, yaranmış var, ta bundan sonra da olacaq, bu, dünya durduqca təkrarlanacaqdır. Bugünkü günə qədər də o öz, yəni, hər bir Zilhiccə ayında bütün müsəlmanlar bir yerə cəm olur, öz qurbanlarını neynirlər, kəsirlər. Yəni, bunu Allah Quranda vədə verib ki, bu dünya durduqca təkrarlanacaq. İstəyəsən bunu aradan aparasan, bu mümkün deyil. Ona görə də bu hadisə İbrahim Peyğəmbərin hadisəsidir, bu bir ilahi imtihan edir. Allah Teala hər bir Peyğəmbəri ilahi imtihan eləyib. O ilahi imtihandan da hər bir Peyğəmbər layiqincə çıxıblar. Məsələn, Əyyub Peyğəmbərin bir cür imtihan eləyib. Amma İbrahim Peyğəmbəri isə Allah Teala 4 dənə imtihan edəndən sonra Quranda oxuduğum ilk ayə bundan ibarətdir ki, bir zaman buyurur, onun Rəbbi Allah Teala İbrahim Peyğəmbəri bəzi kəlmələrlə imtihan eləyəndən sonra buyurdu ki, mən səni buyurur, yer üzündə insanlar üçün imam qərar verdi. İbrahim Peyğəmbərin bir adı da Xəlil deməkdir, İbrahim Xəlilullah, yəni Allahın dostu.
O dost o mənada işlədilib ki, İbrahim Peyğəmbəri bir zaman Nəmrud oda atanda Allah əmr elədi o da ki, və soyuq ol, Quran ayəsidir. Bir neçə yaran varlıqlar, heyvanat aləmi, heyvanlar da istədilər İbrahim Peyğəmbər, hətta mələkələr də İbrahim Peyğəmbərə köməkli eləsinlər. İbrahim Peyğəmbər buyurdu ki, məgər mənim Rəbbim məni görmür. Heç kəsdən kömək istəmədi. Və o xəlil mənası o deməkdir ki, ehtiyacın olduğu halda bir kəsdən heç nə istəməyəsin. Buna deyərlər xəlil. Dost, yəni ayrı bir şey. Amma xəlil ki, İbrahim Peyğəmbərə verilib, İbrahim Peyğəmbər buyurur ki, yəni mənim bu halımı Allah görür. Bu cür nə imtihanlar İbrahim Peyğəmbər ilahi imtihanlardan çıxdığından sonra və nəhayətdə də sonda da ki, qurban məsələsi idi, öz oğlunu qurban kəsməsi, Allah da buyurur ki, sən öz əhdinə vəfa elədin və yuxuvu da təsdiqlədin. Allah Teala bütün müsəlmanların qurbanlarını, kəsilən qurbanları qəbul eləsin. Allah Teala gələn günlərimizi xeyrə müvəttər eləsin. Allah Teala bütün müsəlmanların bu cümə gününü də mübarək qərar versin inşallah. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər alı Peyğəmbərə salavat hədiyyə edəyək. Allahümmə salli əla Muhammed və ali Muhammed.